Əməkdar artist Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər yayılıb. Hadisə yerinə təcrid yardım briqadası və polis əməkdaşları cəlb edilib. Cabir İmanovun ölümü ilə bağlı yeni detallar üzə çıxıb. Bu barədə jurnalist Elvin İlxan paylaşım edib. O, İmanovun son anlarına şahid olduğunu bildirib. Gözəl insan məşq prosesində vəfat etməyib. Zala daxil oldu, bir neçə dəqiqə sonra oturdu və yıxıldı. Həyatımın ən böyük travmasını aldım. İlk dəfə birinin ölümünün şahidi oldum. O adam ki, ən gözəl məşq yoldaşı idi. Əməkdar artist Kübra Əliyeva həmkarı Cabir İmanovun ölümü ilə bağlı danışarkən deyib. O bildirib ki, mərhumun heç bir xəstəliyi olmayıb. Mən eşidəndə ki, Cabir infarktdan vəfat edib çaşdım. Onun səhhətində heç bir problem yox idi, cavan adam idi. Onun nə yaşı var idi axı? Cabirin dayısı da belə qəfildən infarktdan rəhmətə getmişdi. Düz 11 il biz birlikdə çalışmışdıq. O qədər gözəl insan idi ki, çox üzüldüm. Qeyd edək ki, Cabir İmanov bugün idman zalında infarkt keçirərək vəfat edib. Xatırladaq ki, Kübra Əliyeva İmanov qardaşlarının senari müəllifi olduğu məşhur məhəllə filmlərində onlarla birgə çalışıb.